Uşaqlar, ödənişsiz sınaq işləmək istəyirsə, çox rahat. Girsiniz YouTube-a. Gəldi bu. Teymurun səhifəsində nə yazıb bilmirəm. Buradan yazırsınız məsələn nə buraxılış imtahanı yazın. Buraxılış yazdınız. Arxayınlığa bax da, yəni bu oğlan buraxılış yazanda birinci çıxırsa. Nəysə, zarafat edirəm. Bizim kanal çıxdı. Kanala girən kimi, bax burada görəcəksiniz videolarda ən sonuncu videodur. Özsən bu video. Videoya girdin. Özsən. Videoya girən kimi burada link qoymuşam. Həmin linkdən burada kanaldan da keçid eləyə bilirsiniz. Linki ayrıca da göndərmişəm. Hansına istəyirsiniz, girib işləyirsiniz. Girəndən sonra, buraya daxil oldunuz. Gəlin, bax məsələn, burada yazıb bu. Vurdunuz linkə. Girib işləyirsiniz. İşlədiniz, yaxınlaşdırağa. Məsələn, cavab seçsin nə? Birinci sualda hər nəticədə. Mən ixtiyar bir cavab seçirəm ki, düz çıxmasın da. Və yekunlaşdır dedim. Əminsən. Yekunlaşdırdın. Mənim adım Natiq Vahidov. 282-ci yerdəyəm. Ən zəif mənəm. Məndən zəifi yoxdur. 6 saniyə işləmişəm. O da düzüm də yoxdur. Yazıb nəticəm də zəif. Bir dənə işlədim. Bu da səhv çıxdı. 46 saniyə. Amma adamlar var ki 50 saniyə bir də. Bunlar siləcəyik buradan. Bunlar ciddi, real nəticə kimi görünmür. Amma siz hər bir halda öz sıranızın neçənci yerdə olduğunuzu rahat görə biləcəksiniz. Bu cür sınaqların inşallah davamı gələcək. Amma siz deyirsiniz ki, müəllim, mənə bir dənə yetmir də. İndi siz öz insafınıza həftədə bir dəfə paylaşarsınız, 2 dəfə ya yox. Bu cür sınaqlar çoxlu işləmək istəyirsə, bizim deməli ENV Akademiyanın hər hansı bir təkrar sınaq, hansısa bir qrupumuza qoşulursunuz. Həm gündəlik canlılardan faydalanırsınız, həm də bu tip sınaqları işləyirsiniz. Sınağı işləyib bitirəndən sonra isə izah videosuna baxırsınız. Harası 25-30 dənə hələ belə sınaqdır. Ondan əlavə bir 30-40 dənə də mətndir. Elə bunların ikisini işləsəz, gündə 2 dənə sınaq, bir dənə mətn işləsən, yəni 1 saatını ayırsan, buraxışa kimi sən yəni, hər mövzunu 2-3 dəfə təkrar eləmiş olacaqsın, tam da bəs eləyəcək də. Hansısa saatda qoşulum, qoşulmayım, bir problem də yaranmayacaq inşallah sizin üçün. Bu qədər onlayn dərslərdə qoşulmasın 055 597 0151 yaza bilərsiniz. Hələlik, sağ olun.